Salamlar, saygılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə xidmətinizdəyik. Düşdür Yəhya ilə birgə İranda baş verən məsələləri və olayları təhlil edəcəyik. İranda ən mühüm hadisələrdən biri e, Ayətullah Xameneyinin e, cənazəsini bastırmaq, nəm 4-5 aydan sonra ki, bu müharibədən sonra onu öz evində vurdular və 5 dənə ya 4 dənə ailəsindən öldü. Arvadı, qızı, ondan sonra nəvəsi, yəni 4 nəfər ailəsindən ölübdü və e, başqa cəmbi adamlar da ki, hələ demirlər ki, nə qədər ölübdür. Qətən pastarlardan da çox ölübdür. Heç pastarlardan zaten söz ortaya gəlmir və ya o adamları ki, işçidir, zətdə beytidə işləyirlər, onlardan söz gəlmir. Ayətullah Cəfər Subhani onun namazını qıldı və oğlanlarının hamısının huzuru var imiş. Zətdə o təşyiyə cənazəsində sadəcə ağay Muçtaba Xameneyi ki, indi iddia edirlər liderdir. Əlbəttə biri də mütəqiddir ki, bu ölübdür, amma biri də hələ onu deyirlər ki, guya onu dəstaviz qərar verirlər ki, bu rəhbərdir, filandır, Behmandır, amma nə bir fayl soğutu yayılır, əgər məsailə əmniyyəti nəzərdədir, niyə bu fayl soğutu, həddəqəl bir dənə fayl soğutu yazılmır, ya bir dənə yazısı gəlmir ortaya, bunun arxasında nələr var, niyə belədir, niyə bu cəvvi əmniyyəti beləndi və bu bir tərəfdə نیروهای حاکمیت یعنی o cinahay müxtəlif hakimiyyət bir səfarayda durubdular və ağay Qalibaf bir onlara həmlə elədi və danışıqlarında elə bunları müzakirə eləyəcək dostlar və sonda da Azərbaycanın milli hərəkətinin xüsusunda danışacağıq ki, Azərbaycanın milli hərəkətinin bugünkü durumu, vəziyyəti və İranda o pozisyon kimi mətrəh ola bilər ya olmaz, ya o kütləvi bunun caygahı nə qədərdir və əgər vaxtımız qalsa edamlardan da danışacağıq. Ay düşdür, xoş gəlibsiniz. Xahiş eləyirəm, buyurun. Bir salamlaşın ta programımızı qabağa aparaq. Teşekkür ederim Cenab-ı Süleyman. Ben de hem size, hem bizi eşidenlere, hem bizi dinleyenlere, hem bizi görenlerin hamısına bu yay günlerinde sıcak selamlarımı iletirim, yetiştiririm. Eyni zamanda arzumuz budur ki, camiemiz bu vəziyyətdən qurtulsun. Çünkü müqəddəmədə de buyurduğumuz gibi İran camiası gerçekten de bundan ayrı bir zada layıqdır. Yani bundan olmaz ki, indi aylardır, hatta illərdir, son illərdə bu cami şəraiti məmulidə yaşamır. Bir cami məmuli şəraitdə yaşamırsa, normal şəraitdə yaşamırsa, hələ 92 milyonluq bir millətin məmuli şəraitdə yaşamırsa, bunun necə olar, vəziyyəti necə olar? Ümidlər yəsə təbdil olar. Yəsə təbdil olan ümidlər hər şeyi bir-birinə vurar. Bunlar hamısı bizi içdən, dərindən kedirləndirir, dərindən üzür və üzüntü içərisinə soxur. Bilmirəm, bu rejim 47 il bundan qabaq qurulan bu rejim zaten birinci gündən də etibarən görüldü ki, bu rejim biləxərə bu camiəyə ayaq uyduranmaz. Bu camiə modern bir camiədir, bu camiə biləxərə nəinki çox pişrəftə bir cami olsun, nəinki az nəzər fikri zat çox pişrəftə bir olsun. Yox, heç. Camiə şükufa bir camiədir. Bu camiədə cavanların sayısı çoxdur. İrtibatlar var Avropa ilə, Amerika ilə, dünyanın dörd bir quşəsi ilə bu məmləkətin irtibatı varsa, belə bir məmləkəti qalxıb da
Mən 1400 il öncə qurulan qanunlarla istəyirəm idarə edəyəm. İstəyirəm şəriət qanunları ilə bunu idarə edəyəm. Bu mümkün deyil. Zaten həmsəyəmiz Türkiyədə belə bilirsiniz ki, Ağay Erdoğan biləxərə İslami bir insandır. İslami bir partiyada işləyib. Zaten İmam Xatib deyirlər. İmam Xatib məktəblərini oxuyub. Amma o da başa düşdü ki, Türkiyə camiəsi artıq yəni onun dediği yolda ilerlemeyecek. Onun dediği mecbur olduğunu neylesin, imtiyaz versin. Elə o imtiyazlar ki, indi rejimi Cumhur İslamı vermeye başlayıb. Kardeş, bunu indiye niye verirsen? Elə bunu qabaqdan verseydin bu imtiyazları, qoymasaydın ki, bu camiədə bu kadar çalxantılı olsun, camiə bu kadar beslə birahiyə geçsin. Ay Süleymani, mən İranda yaşamıram. Ama eşittiğime göre əxlaq sıfır olub İranda. Əxlaq beyindən gedib. Yəni o şeyler ki biz hani zənn edirdik ki bizim için bir sünnettir, bir əxlaq var, insanlar arasında bir irtibatlar var. Bu irtibatlar hamısı mühkəm birbirine bağlıdır. Onlar hamısı sökülüb, o irtibatlar sökülüb, əxlaq keder olub, əxlaq ortadan qalxıb. Bunların hamısının səbəbi rejimi Cumhur İslamıdır. Rejimi Cumhur İslamı elə gəldiyi gündən hələ sən də mənim yaxşı yadımdadır. Hər şeylə müxalifət edir. Zaten tarix boyunca İranda mallaların bir sözü nə mənə taza gəlmişdi, olan hamısına müxalifət edib. Hamam duşu ilə belə müxalifət edib. Xəzinədə girilməlidir, insanlar duş istifadə olunmamalıdır. Radyo ilə müxalifət edib, Ay televizyonla düşdür. Mis səndəli, mis səndəl. Bəli, Əvvəlin biz var, səndəllə ay müxalifət şəriət edib. mədarı mis səndəl gətirəndə dedilər, yox, bu şəriətə Bəli, uyğundur. bəli, məzun hər şey. Biləndiqo, bu səsi uzadıcıdır. Bəli, bəli. Ay Süleymanə, ümumən hər zətdə bir müxalifət bunlar başda ediblər, amma cəlibdir ki, vaxtı ki elədikləri müxalifət bir yerə çatmayıb, özləri dübarə əmr verib, dəstur veriblər ki, xeyr, bu düzəldiblər ki, bu Qur'anla müxalif deyil, bu şərə müxalif deyil. Hər zətdə müxalifət ediblər. İndi də bax, Yəni İrana modernitə gələndə həmişə bəli, ruhaniyyət ona qarşı olubdur. qarşı qoyub. Bax, məşrutə ilə müxalifət edib, cumhuriyyətlə müxalifət edib, hər zadla müxalifət edib, nə bilim, fədayan İslam tərtib verib, Hizb-i Milləl İslamı düzəldiblər, filan, 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 filan. Der nəhayət olub 1357 və bir inqilab oldu. Bu inqilabın da hədəfi diktatorluğun yok olunmasıydı. İstibdadın kırılması, sındırılmasıydı. Hedef de, bu derdi ki ayetullahlar gelsinler, at oynasınlar, ayetullahlar gelsinler, mallalar gelsin, rejimi ellerine alsınlar ve istedikleri at oynasınlar. Ondan sonra neler eləmədilər Süleymani. Maşında bir tane balıcı ne var tutanda, bilmem tarafın kıssa çöynək giyəndə, qıssa qol çöynək giyəndə, nə bilmem bir dənə qızların bala bir tükünün görünməsi için bunlar qiyamət bərpa elədilər. Amma indi vəziyyət elə olub ki, Tehranda, mən hərdən baxıram bəzi Tehranda gələn videolara və baxsan ki, xeyr, əslində nə şey olub, artıq nə çərşab var, nə çadıra var, nə rusəri var. Uşaqlar, cavan qızlar, cavan xanımlar elə belə baş açıq gəzirlər, dolanırlar və Ağay Pezeşkan da bunların reis cumhur ki, bu Ağay Pezeşkan Danışgah Təbrizdə, heç yadımdan çıxmaz bu Danışgah Təbrizdə 10 günlük qızlara fırsat verdi ki, hicabınızı riayət edəsiniz. 10 gündən sonra məcburi danışçı qızlar məcbur oldular çərşab üstündədir, məcbur oldular rusəli üstündədir. İndi o deyir, mən Məclis-i Şurayı İslamidən geçən qanun, yəni qanun-u hicabu, ifaf hicabı icraya qoyanmərəm, mən bunu icra edəyənmərəm. Yəni bəllidir ki, Ağay Pezeşkan buna başa düşüb ki, bu rahat bir iş deyil, bu kolaylıqda, bu rahatlıqda eləyənməz istədiklərini millətə neynəsin? Yedirsin, millətə məcbur eləsin. Ay Süleymanı, İstəmirəm hamısını belə yeknəbaq mən danışıram, sizə də
söhbət olunacaq. Zaten bu bir ikimiz müşavirə edirik da, ikimiz eyni zamanda mübahisə edirik. Fasların dediği kimi qoftuğu edirik. Amma vaqiyyət budur ki, niyə birdən-birə belə oldu? O dünən Cahit Xamenei deyirdi, biz Farsça deyirdi. Ma rekord zədim, ma rekord zədim, ma bilmem belə elədim, ma hər şeyi güllü gülistanlıq göstərirdi. Birdən-birə necə oldu Cahit Xamenei? Özü öldürüldü. Aya Amerika veya İsrail dəli olmuşdular və bu işi niyə məsələn 10 il bundan qabaq görmürdülər? 15 il bundan qabaq görmürdülər. Çünki hələ deyirlər alma ağaçda yetişməmişdilər. İndi gəldilər o moğa bu işə vurdular ki, artıq baxdılar ki, bu millət, bu dövlətinə yaxınlığı yoxdur Süleymani. Heç yoxdur. Bax 18-19 Deymaqda, Dey ayında geçende minler cavan öldürüldü. Minler cavan öldürüldü. Hələ də getdikcə bunların adı sanı çıxır. Və bunlar hamısı göstərir ki, millət rejimin dediklerini kabul eləmir bunun yanında. Ay düşdük. Bir dənə gözəl nöqtəyə gəldik, çıxdıq. Aya siz fikirləşmirsiniz ki, Cumhuri İslamiyyə bir dənə məşruiyyət verdi. Bu hakimiyyətin İrana, Amerika ilə İsrailin həmləsi bahis oldu ki, bu hakimiyyətin ömrü biraz da uzana. Görünüşdə elədi. Görüntüdə elədi. Hətta hamı da bunu deyir. Hətta Görünüşdə yoxsa biz əmələn görürük. Ələn etiraz, bax həmişə hər gün İranda etiraz var idi. Bazı şəxslər, pensiyaya çıxanlar. Ondan sonra müəllimlər, ondan sonra fəhlələr, ondan sonra bütün əsnaflar, ruznamədikarlara qədər. Ondan sonra yenə hər gün İranda bir dənə etiraz dalğasını görürdük. İndi bir dənə etiraz yoxdur. Süleymani yoxdur deyil. İndi şəraiti əsla hökumət nizamıdır. Hökumət nizamıdır İranda indi. İndi məmul bir hökumət deyil. Məmləkətin rəhbərini öldürüblər. Məmləkətin 49 dana fərmandehini öldürüblər. Vəzirini öldürüblər. Vəkilini öldürüblər. Bax ki, əgər bunlardan bu teydad öldürülmüşsə, bax, məmuli insanlardan nə qədər insan öldürülüb. Yəni, bunu istifadə edirlər. Məmləkətin məmuli şəraitdə yaşamırıq ki. Bəli də, hələ beyti rəhbəridən fəqət bir dənə Ağay Xameneini, bunun nəvələrin, arvadın zatını deyirlər. İndi görün nə qədər orada zat var idi. Nə mənədir? Orada heç olmasa 10.000 nəfər tək zadın mühafizləri var. Beyti rəhbəri. Beytidə minlər insan işləyirdi. Yəni ona görə sizin dediyinizi mən hani bir birlik sağladı həmləyə xarici. Həmləyə xarici xub İranda vaqiyyət əmri budur ki, həmləyə xariciyə heç kəs razı deyil. Yəni Ağay Xameneinin bu qədər cinayətini rağmen şahçılar fikirləşirsiniz onlar. Ağay Xameneinin öldürülməsinə heç kəs xoşal da deyil. Çünki bu Ağay Xameneyi öldürülməsi bəlkə Ağay Xameneyi için bir yerdə hani qəhrəman oldu. Qodsu düzəltdilər. Amma Ağay Xameneinin öldürülməsi... Əlbəttə nə üçün millət onu istəyirdi? Millət istəsəydi etiraz edəməzdi. Amma o təcavüz xaricini millət qəbul edəmir. Axı bilirsən, normaldır. Çünki millət deyir, qardaş, mən artıq yetişmişəm, mən balıq siyasiyəm. Mən artıq o buluğa yetişmişəm ki, öz təklifimi özüm roşan edəyəm. Aferin. Yəni, mən qərarlı ki, mən bir iş görəm, özüm görəm. Sənin müdaxilə, mənim ehtiyacım yoxdur. Xob, təbiidir. Xarici bir həmləyə İranda bir birlik sağlanar. Amma bu birlik və mənayı rejimdən himayət deyil. Çünki rejimdən himayət olunması için millətin üçün bəlli bir rifah seviyesi yukarıda olmalıdır. Refah seviyesi düşük daha Süleymani. Bazı malların, hele yiyecek mallarının bilirsiniz ki
dərsədi 150-200 dərsəd təvərrüm var. Enflasiya bir məmləkətdə 150-200 dərsəd enflasiya, yəni millətin kəmərin belini sındırar. Millət artıq sümük belə tapamır. Hani qədim deyərdilər, yoxsullar gedərdi, toğuq əyağlardı. Toğuq əyağı da tapılmır. Millət artıq acdır, yoxsuldur, fəlakətdə yaşayır. Bu bir mənayı bu deyil ki, İranda hesat yoxdur. İranda çox şeylər var. Amma qudret xəridi olmadığı için işi salanmır. Pəs bənabərin bunun hani dediğiniz o şeye mən biraz zahirdə o görünür ki, həmlə-i xarici Amerika ilə İsrailin İrana həmləsi hələ zir saxları vurmaları, bunların hamısı bahis olub ki, İranda rejimin ömrü uzayıb. Ha, belə deyənlər də var. Amma ay Süleymanı, mən o vaxt deyə bilirəm ki, rejimin ömrü uzamış olar ki, məmuli bir şərait qabağa geçsin. Yəni rejim özü desin ki, ne oldu bu neçə gündə? 40 gün, bir 12 gün dava, bir 40 gündə, 39-40 gün davada haralar viran oldu? Ne oldu? Sen interneti qət eləmişsən. Tamamı roznamələr kontrolündadır. Radyo, televizyon ki zaten bir tane hani bir əqəb oftada bir insanın Ağay Cibedlinin kontrolündedir. Və əcibdir ki, Süleymanı, Ağay Xameneyi neçə aydır ölüb gedib, hələ də Xameneyinin seçdiği adamlar üçün iş başındadır. Ağay Cibedli reis radyo, televizyon üçün iş başındadır. Ağay reis Qüvve-i Qəzaiyə ki, Ağay Eceyoğlu, Muhseni Eceyi, bu da iş başındadır. Amma bu görsədir ki, beləxər zahirdə nişan verir ki, hesab dəyişməyib. Eynidir. Amma bu Ağay Xameneyinin, yəni balaca Xameneyinin, Şahzadə Xameneyinin, Müştəbə Xameneyinin mövqeyyətini mütəzəzzillər. Bir xatırın ki, Müştəbə Xameneyi gerək biləxərə özünü göstərər. Necə özünü göstərər? Həm müdaxilə eləyə bəzi şeylərdə. Müdaxilə eləyənmir. Ona görə Süleymanı, mən onların həmlələrinin rejim için bir force yarattı, rejim için bir imkan yarattı. Rejim o forceden istifade edir. Ta niruların belli başlı yerlere koysun, yerleştirsin. Ona pek inanamıyorum. Çünkü bu həmlələrin neçə dana nəticəsi var. Biri budur çıxıb İranın bəzi mərakizli sənətçisi İran elədi. İqtisadına şədidən darbə vurdu. Yəni o qədər vurdu ki, məsələn, bəzi adamlar deyirdi, 40 gün o gəngir, müstəqim İranı bu qədər zərbə vurmadı ki, mühasirəyi dəryayı İrana zərbə vurdu. İranın dava tapılmır, nə bilim, məvadda qəzai vəziyyət, qiymətləri belədir filan. Bunlar hamısı göstərir ki, bu 40 gün dava, xeyr, 40 gün davanın hələ bilançosu, hələ bir istilah hesab rəstisi sonra olacaq. Kimin vəsiləsindən olacaq? Millətin vəsiləsindən. Hər şeyi bunlar kontrol altında alıblar ki, bir xəbər çıxmasın İrandan. Xəbər çıxmadığı üçün də biz elə hani yayınlarlara bəzi söhbətlər orada burada olur, onlara mütəvəssil olmuşuq, onları dilə getiririk. Yəni bizə dəstəbəl xəbər hələ yetişmir. Hani tanıdıqlardan, oradan buradan aldığımız xəbərləri biz nə edirik? Yorumlayırıq, nə edirik? Təhlil edirik. Çünki rəsmi bir məlumat gəlmir. Amma rəsmi məlumat belə gələ bilər ki, vəzir Rəis Banki Mərkəzi elan edir ki, geçen il rüşd iktisadı sıfırın altındadır, mənfidir. Rüşd iktisadının mənfi olması zaten iktisadın belini sındığını göstərir. İndi ay düşdür. İndi fikirləşin ki, vəziyyət nə qədər gərgindir. Hələ o mənfi daha zada gedib, ona zada gedib çıxar. Yap belə mən. Bəli, çok faciamızdır. Yani bilirsiniz İran, hələ gerçi İranda rejim deyir ki, uşaq doğumu zadı azalıb, evlilik azalıb, evlənmə zadı tedadı düşüb, evlənənlər boşanma sayısı zadı çoxalıb, düzdür. Boşanma çoxalıb, evlənmə azalıb, uşaq sayısı azalıb, bunlar hamısı düzdür. Amma yine də hələ İran cavan millətdir.
İran hələ cavandır. İranda Ay yaşayan düşür, o insanlar. cür deyil. Amar ki verdi, Amarı Bəli. İran özü verdi. Dedi 50'den yukarı gedibdi zaten İran'ın sinni. Yaş. Yox, o miyankini yaşdı. O miyankini yaş Yo, şey deyil, bir ay mənayı düşür. bu deyil Yani bu. zat yo, o deyir İran gedir qocalmağa tərəf. Bəllidir. Bütün dünyada bu şey var. Türkiye de bundan məşğuldur. Bütün dünyada deyirlər, evlənin, uşağı İndi soxalsın, deyirlər ki, eləyər. o xalanın, bibinin, dayının zat munqəriz olubdu. Yəni uşaq bir dənə uşaq qoyurlar ola. Məsələn bir dənə qız qoyurlar. Bəli, bəli, bəli. Nə Vaqiət xalası, budur. Vaqiət sabahları budur, bunun uşağının nə xalası olacaq, nə dayısı. amma yenə də Ay Süleymanə, hələ %70 İranda millət, %70 insanlar hələ 50'nin altındadır. Yəni cavan sayısı İranda çoxdur hələlik. Amma bu cavanlar iş istəyir, aş istəyir, ev istəyir. Bunlara yetişəsən axı, bunlara əgər imkan verməsin, imkana sağlamasın, bunlar axı heç eləyənməzlər. Bunlar nə evlənə bilərlər, nə uşaq sahibi ola bilərlər, nə ev sahibi ola bilərlər. Axı bunlar özlərini vaxtı ayəndə görmürlər. Ayəndə görməyən bir cavan niyə evlənsin? Hansı pulla evlənsin? Ya da vam verirlər, vam izdivac verirlər. Neçə milyondur mən. Neçə milyona nə edəcək bu insan? Başa düşür ki, ona görə evliliğin zadı gəlib aşağı. Qızların Ay sayısı düşür. yaşır. Bu günləri o zadın Xameneinin mərasimində bəzi şüarlar verildi. Nəm intiqam alacağıq, falan eləyəcəyik, belə eləyəcəyik. Mərc bər Amerika güvə çıxmışdı. Amma heç mərc bər İsrail demədilər. Niyə bunun millət yəni vaqən İsraillə bir zad olubdu. İsrailə xoşbindilər. Valla vaqiyyət həm budur ki, zaten nə İsrailə, nə Amerikaya, bəli, vaqiyyətlər budur ki, qəbul edirəm, 1357-də mən inqilabdaydım, siz də inqilabdaydınız, mən də inqilabdaydım. Vaqən Amerikaya qarşı bir nifrət var idi. Amerikaya Eliz qarşı bir İzada da, nə mənə də İsrailə də. İsrail'e de karşı. Ama indi her şey değişip. İndi Amerika'nın İran'ın öz içinde Amerika'nın demeklara bakması. Bütün İran milleti orada xiyabanlarda hay çeken insanlar değiller. Milyonlar insan vardı ki müşareket eləmirlər, iş yoxdular, ortada da yoxdular. Məmur zindicanlıqlarından məşğullar. Onlar Amerika'ya nə ölüm istəyirlər, nə heç kəs ölüm istəmirlər. Nə İsrail'ə, nə Amerika'ya. Ama bazı şeyler var ki insanı şüpheye salır. Mesela dünyada az görülüb ki bir tane rəhbər bir məmləkət ölə, o rəhbərin məmləkətin təşkil cənazəsinə neçə il şəxsi dovvum məmləkət, ikinci adam məmləkətin ikinci adam reis cumhurlar dəvət olunmuyor. Yani belə bir şey az yoxdur heç. Nə ağay Muhammed Xatəmi var idi. Ne ağay Ahmedinecad var idi. Bunlar dəvət olunmamışdılar. Nəyin gözlər gəlməsinə Nə bilirsən də bu ruhani var dəvətlə idi. gələr. Nə ruhani var idi. Bəlkə zadın dövrəsi qutursaydı, bəlkə bu da olmayacaqdı. Yəni görsədir ki, məmləkət şəraiti məmuldə qabağa getmir. Ay Süleymani, bax ki, şəraiti məmuldə məmləkət qabağa getməsə, yəni qüvvə-i müqənnənə işin görməsə, qüvvə-i mucriye işin görməsə, təbiidir ki, sərmayə İranda yerin tapanmaz, sərmayə harda yatırılacaq, yatacaq, harda sərmayə tövlidə təbdil olacaq, belə bir şey qabağa getməz və nəticə fəqr olar, nəticə yoxsulluq olar. Nəticə bu olar ki, sən indi dolar gələ yersə 180 min tüməni. Doların qiyməti olar 180 min tüməni. Hələ gəlib Süleymanı. Hələ də ki, hələdir 180 min tümən olan dolarla yine ildə neçə milyar dolar İrandan qaçır. İrandan qaçır. Sən axı məmləkəti bilirsən, bu göstərir ki, yəni siz bir sual soruşdunuz ki, aya Amerikanın, İsrailin İrana həmləsi İranda bu rejimin ömrünü uzatdı. Mən zənn eləmirəm bu rejimin ömrünü İranda sərmayə qozallıq uzalda bilər.
İranda refahın mesela yayılması bu rejimin Yo, ömrünü hələlik uzaldı. düşdür. O cür ki etirazlar için var idi. Biz o etirazları eynə görə bilmirik. Yəni Ay camiədə Süleyman, əziz adam xidmətçisi, şərait qeyri-məntiqidir. əlbəttə mən bunu düşünürəm ki, nəinki hakimiyyətə nisbət ürəkləri yanır. Yox. Xeyr, şərait Qəfən bu məmur. bir o Bəli. uçurum ki, hakimiyyətlə millətin arasında vardı. O çox belə əmiqləşibdir, Bəli. dərinləşibdir. Bax, bizim qanun əsası Cumhuriyet İslamı'da halət fövqəladə diye bir şey yoktur. Bu qanun əsasıdır. Amma icrada var. İcrada halət fövqəladə var. İndi İranda halət fövqəladə hakimdir. Neçə dənə fərmandehlərdən öldürüldü. Bu fərmandehlər kim məmləkəti idarə edir müşəxəs deyil. Tərəf 5%, 10% rəylə girib məclisə orada xoruz olub. Hər şey deyir. Ondan sonra neçə nəfər xiyabanlarda dövlətin pulu ilə bulan qalıblarına hani dava istiririk. Kiminlə dava istirsən? Mən yaxı özün bir vəznüvə bax. Gör sən kiminlə qoşdu tutacaqsan. Axı sən belə vaqiyyət əmri budur ki, sən eləyə bilirsən, bunu mən demirəm, bunu ağay Rəhim Səfəvinin oğlu televizyonda eşitdim. Dedi ki, axı biz Amerika ilə bu ölçənmərik ki. O Eyalət Müttəhidəyə Amerikadır. Onun, bax, Ay Süleymanı, fəqət ərtişə, yəni Niruy Nizamiyə xərclədiyi bütçə bizim kollu bütçəmizin 2 bərabəridir. Axı sən belə bir məmləkətlə məgər çatışa bilərsən, məgər vuruşa bilərsən, məgər boy ölçüşə bilərsən ondan. Öyle eləyənməsən, o qudrətlidir, güclüdür, vurar, dağıdar. Keman ki vurdu, dağıttı. Sen gerçi xiyabanlarda sen biz piruz olduk. Sen neye piruz oldun? Hara o piruz dilədin? Senin rəhbəri öldürüblər. Senin fərmandehləri öldürüblər. Sənin Senin tamam bütün mənabə iqtisadçıları iqtisadu, nabud ediblər. zirbənayı Nabud iqtisad. ediblər. Biz piruzuk. Neye piruz oldun? Hara piruz oldun? Ha, sen yaxşı bir yerde parmağı koydun ve o da buydu ki Təngə Hormuz boğazını kontrol altına aldın. Hormuz boğazına minguzarı elədin. Ki gerçi sonra imtiyaz verdin. Dedin ki ben hem temizleyeceğim o minləri hem de açacağım. Həmdə elədin, nə bilim, bəzi ərəb məmləkətlərində paygahı Amerikayı, ərəb məmləkətlərində olan şeylər. Və Ay Süleymanı, Amerika için həm dediğinizi mən Amerika için deyə biləm. Çünki İranın bu oyunu bahis oldu ki, Ərəb dünyası tekrar Amerikadan əsləhə almağa can atır. Milyarlar yine əsləhə alacaq və bu da Amerikanın karxanalarını, Amerikanın iqtisadını gücləndirəcək. Və indi bilirsiniz, şimdi qiymətə neft gəldi, düşdü məmuli qiymətə. 72, 75 deyək məsələn, hərdən gedir yuxarı, gəlir aşağı. Yəni mənzur budur ki, yox, İrana zərbə vurdu bu dava. İranı nabud elədi bunu. İran iqtisadına zərbə vurdu, özünə zərbə vurdu, tolidi durdu. Başları durub, mədrəsələri durub, danışqahları durub. Axı İranda məşəriyyəti məmuli ki deyil. Bunlar hamısı tətil olub, amma Amerikanın karxanaları iştir, karxanayı, nə bilmirəm, əsli sazları iştir, nə Amerikanın, bütün Avropanın hər tərəfində. Bunlar işləyirlər, hətta nə bilim, mesela 24 saat karxanalar işləyib və silah düzəldirlər, çünki xəridar var. İsrail də belə. İsrailin də xəridarı bu nəmini ahənin deyirlər. Ay düşdür. Bir dənə mövzu vardı, onu istəyirəm soruşam. Niyə Türkiyə belən can atır və İranı himayət eləyir və İrana hamidir və İranın siyasətlərin bu günləri görürük ki, yəganə dövlətdir ki, dəstəkləyir. Heç dövlət dəstəkləmir. Bax, Ay Süleyman, vaqiyyət budur ki, Türkiyə İranla həmsəyədir. Məntəqədə əgər aşıb bərqərar olursa, əgər naəmni bərqərar olursa məmləkət o məntəqədə, bu naəmni ədəb əmniyyət deyirlər də,
Mesela vəziyyət iqtisadi bozular, xarab olar. Türkiyənin niyazı vardı ki, eşikdən sərmayə gəlsin. Türkiyənin buna niyazı var. Sərmayə də o məntəqəyə gedər ki, orada sakitlik olsun. Orada aramış olsun. Orada qanun hakimiyyəti olsun. O məntəqələrə gedər. Odur ki, Türkiyənin arzusu budur ki, İranda belə bir məsələ dava olmasın. Bu bir. İkincisi, zaten İranla Türkiyə bilirsiniz ki, həm kültür yaxınlıqları var, həm bilirsiniz ki, biləxərə neçə milyon Türk İranda yaşayır. Bunların hamısı biləxərə Türkiyəni İrana yaxınlaşdırır, İranı Türkiyəyə yaxınlaşdırır və hədəf budur ki, Türkiyə arzusu budur ki, İranda bir dənə güllə atılmasın. İran nə qədər sakitlik olursa, İran nə qədər əmniyyət olursa, təbiidir ki, bu şey biləxərə Türkiyə üçün də bir avantajdır. Türkiyə üçün də bir çıxardır. Mən ona görə Türkiyənin çox həssasiyyətləri var. Mən də baxıram hərdən Türk xəbərlərinə. Baxıram ki, həssasiyyətlə İranda barış istəyirlər. İranda sülh istəyirlər. İranda dava olmasın istəyirlər. Hətta bilirsiniz ki, bu şeyin də arası İsraillə də rabitəsi Türkiyənin çox da yaxşı deyil. Yəni gerçi bunlar rabitə ticariləri var, rabitə siyasiləri var, amma bəzi məsələlər də hələ Akdenizdə, Dəryay Mediteranədə bunların ikisinin arasında olur. Onlar Qıbrısdan himayət edirlər, Qıbrıs bəxşi Yunanlıdır ki, o məntəqəni özlərinə bir payqah istəyirlər düzəlsinlər. Və təbiidir ki, Türkiyə də bundan narahatdır. Və bu arada da gerçi Türkiyə bir yerdən də xoşhaldır buna görə ki, biləxərə bu davalar bahis olub ki, geçən il sadiratı ədəbat nizamısı əcib şəkildə %30% artış göstərib. Yəni yetişib 35 milyar dolara. Çox böyük bir puldur. Ədəbat nizamı. Bilirsiniz ki, həm təyyarə düzəldir, həm muşək düzəldir, həm pəhpad düzəldir. Bunların hamısında müştəriləri də var. Əcibdir ki, Amerikaya satır, Almana satır, Ukrayna satır, bəzi ərəb məmləkətlərinə satır, Afrikaya satır. Hər yerdə də müştərisi var. Amma buna rağmen Türkiyə istəyir ki, Həm məntəqədə bir aramlıq ucuzdur olsun. və həm də keyfiyyəti yaxşıdır. Keyfiyyəti çox yaxşıdır, amma Türkiyənin bütün hədəfi budur ki, məntəqədə bir aramış olsun ki, Türkiyə eləyə bilsin ki, sərmayə gəl biləsin. Türkiyənin niyazı var sərmayəyə açılmaq. Biz mütəəssifanə, əslində İran bunu görməli idi. Mütəəssifanə bilirsiniz də, düşdü rejim bir qurğun əlinə ki, o qruh əcibdir. Banki bilirlər, artıq qabağa getmir. Bunu mən demirəm. Dünən Ay Zərxamının bir sözündən qüvvət alıram. Ay Zərxamın bir sözü Zobşude vilayət idi. Reis radyo televizyonudur bir zamanlar. Ay Zərxamı deyir ki, Farsı deyir ki, bu saxtarı kohen, in saxtarı kohen, bu dalı qalmış, geri qalmış bu yapı yıxılmalıdır. Bu gərək qabıq dəyişdirə, pustləndazi. Bu gərək qabıq dəyişdirə. Bu artıq caməni idarə edəcək gücü qüvvəti yoxdur. Biz nə vacin dirənək? Bu tarixi geçmiş, bu köhnə nizamı ayaqda tutaq, ayaqda saxlayaq. Bu yıxılır. Bu mümkün deyil. Bunu mən demirəm, bunu Ay Süleyman demir. Bunu rejimin öz içində olan rejimin fədaisi neçə İranda radyo televizyonu idarə edən Zərqami deyir. Ay düşdür. Bax bir, mən son proqramımızın təqribən bir 45 dəqiqə, 50 dəqiqəyə yaxın gedibdir. Baxın, bu saxtarı iqtisadi bu ölkə aya fikirləşirsiniz ki, qabili tərmim ola, yəni özün düzəldə bilər? Ay Süleyman, zərfiyyət yox deyil, zərfiyyət var. Zərfiyyət çünki iqtisadda iki dənə böyük ünsür lazımdır. Bir niruy insan lazımdır, bir sərmayə lazım.
Sərmayə İrana axar. Sərmayə İrana əgər sobat olsa İranda, sobat siyasi olsa, hani siz işarələdiniz o millətlə dövlət birləşsə, yəni dövlət murdi himayəti millət olsa, təbii sərmayə axar. Qaldı ki, İranın özünün sərmayəsi də var. Pullu məmləkətdir İran. Pəs bənabərən sərmayə var, o birisi tərəfdən bir də niru insanı var. Mən geçəndə sizin bərnaminizdə fikirlərim dedim ki, İranda mühəndis sayısı Almandan çoxdur. İranda Aydın mühəndis ki, bir sayısı gözəl bir Almandan çoxdur. nöqtəyə işarə elədiniz Hı, Almanın. Deyirlər ki, Alman 2-ci Dünya müharibəsindən sonra çox şiddətlə inkişaf elədi. bəli, Aya İranda da bu istedad ola bilər. Axı Alman dünya ilə nə dava elədi sonra, yəni o pustəndazı deyirsiniz də, yəni bəli, bəli, özünə bir təkan verdi və özünə bir dəyişiklik yaratdı və bu dəyişiklik dünyada bir ayrı bir icad elədi. Yəni hələ bəli, hələ bəli. də hələdir. Məsələn 60 il, 70 il Cəng-i Cahani Dövvumdan keçir. Şəhiddə artıq 80 il, 80 il. 80 il. Bəli, 80 il keçir. Bu 80 ildə yenə də Almanın sənaye, sənəti dünyada birinci yerdədir. Bəli, bəli. Xub, O çox bax, həssas bir İran da sualdır. o yolu gedə bilərmi? O təbiidir. İndi daha kolaydır. İndi daha kolaydır o yolu tey eləmək. 80 il bundan qabaq çətin idi. İndi daha kolaydır. Çünki indi ilim, bilim, elm, inkişaf cahanşumuldur. Bütün dünyada vardı artıq. Yəni əgər bir zamanlar biz deyirdik ki, Almanın bir potansiyeli var, bir zərfiyyəti var. Almanda sənaye viran olub, karxanalar viran olub gəngdə filan bəhman, amma beyinlər ki viran olmayıb, beyinlər var, onlar var inkişaf elərlər. Amma indi xoşbəxt bütün dünyada elm paylaşdırılıb. Yəni dünyada hani dehkədə cihan deyirlər, bir köy deyirlər dünyanın yapısını. Və vaqən elədir. İndi Əfqanistanda da potansiyel var rüşd eləsin. Hər yerdə rüşd, potansiyel rüşd var. Amma çok hassas bir şeye siz parmak koydunuz Süleymani. Koy biraz da siyaset burada. Siyaset zadına gidelim. Bak Alman o vaxt başa düştü ki Almanda bir federal sistem lazımdır. Alman neçə dana məntəqədən ibarətdir. Bu məntəqələr rüşd eləməsi üçün mərkəzə bağlı olmamaları lazım. Bunlar özləri öz ayağı üstündə durmalıdırlar. Eylər o şey İranda da caridir Süleymani. İranda İran rüşd eləməsi üçün İranın bu saxtarı, ki şahçılıq rejimi olsun, ki vilayət olsun, bu sınmalıdır, yıxılmalıdır, bu parçalanmalıdır. İranda gərək dövlətlər qururlar. İranda gərək mesela xod muxtarı deyirsiniz, deyin, xod gərdanı deyirsiniz, deyin, federə deyirsiniz, deyin. Nə deyirsiniz, deyin, gərək bu federal dövlətlər qururlar. Hətta biri-birinə müsabiqəyə qoyarlar rüşd iqtisadını. Yani o bir şey düzeldi, bu ayrı bir şey düzeldi, bu ona satar, o buna satar, rüşd iqtisadı, tavsiye tapa her yer rüşd ediyor. Yani o olabilir mi? Olmaz. Bizim Azerbaycan'da mesela her şey var. Kızıl var, maden zemini var, neft var hatta Muğan sizin taraflarda. Bəli. Neft var, Gaz var, gaz var, gaz her var. şey var. Gaz var, her şey var. Yani enerji var, her zat var. O niye öz ayağında, öz sərnişini özü əlinə alsa, amma bu sərnişini özünə almaq yanlış anlaşılmasın ha. Mən demirəm ki, hani təcziyə olsun, İran dağılsın, istiqlal, müstəqil məsələsi mən demirəm. Hətta deyirəm, Almanı siz misal vurdunuz, Almanı federal deyirlər üstündə. Almanın sistemi federaldır və biz əgər biz istiqlal iqtisad ediyor. Doğrudan da niyazımız bir tane federal sistemi vardı. Bizim Tehran bir merkezden o memleketi idare etmek mümkün değil. O memleketten herkesten idare etsem fesat doğar. O fasit olar. Kemanki oldu. Kemanki oldu. Bakın görün bu neçelde milyarlar pul İran'dan kaçtı. 1 milyarlar pul Milyarlar pul
hamd kimi ona buna verildi. Ve bunlar hamısı bahis oldu ki iktisat çöktü. İktisat yerinde oturdu. Yerinde yani hani oturamadı daha doğrusu demek olar. Yani iktisat viran oldu. Bunun da tek nedeni budur ki bütün kudret bir şahsın elinde, bir nahadın elinde, bir organın elinde toplandı. O da vilayet fəqihiydi. Mütəəssifənə şah zamanında şahın elinde toplanmıştı. Bu sınmalı daha Süleyman. İran'da o zərfiyyət vardı ki, eğer öz millet özü sərnişin istəsə alsın, öz özünü idarə eder. Ama Aslında ay İran'da düşkün bir tane mevzu vardı ki o ben, həmişə bizim tövsəmizin, bizim modern olmağımızın qabağını alıbdı. Biri şah zamanı diktatörü, ondan sonra bu zamanda tövsiye tələbi məntəqədə, bölgədə və zimnən diktatörlük. ben. Siz fikir ediyorsunuz, bak bu iki faktör ki vardı. Hem tövsiye tələbi Cumhuriye İslami hem de Evet. diktatörlüğü. Bu iki faktör qabil tərmim ola, camiədə aradan gedə, ta sərmayə quzarı dünyada cəlb ola və dünya ilə taamüla gedə imkanı Bak var mı? Süleyman, bütün imparatorlukların, yıkılan imparatorlukların arzusu budur ki, qabaqçı güclərini, qüvvətlərini yetişsinlər. İran da özünü bir imparatorluq bilirdi. Səfəvi zamanında, Türklər zamanında Türklər o məmləkəti idarə edirdilər. Və o istiqamətdə gəlib nə ediblər? Nirohay beslər niyabəti düzəltdilər. Bu nirohay niyabətidən mənzur nə idi? Mənzur o izə, bu izə əl atmaq. O izə, bu izdə niro təşkil vermək. Bu nironu təşkil vermək zahirdə bu idi ki, hani İsraili mühit eləsinlər, İsraili mühasirəyə alsınlar. Mən vaqiət budur ki, bunların qəlbində Şii bir imparatorluğu yaratmaqdır. Şiiri imparatorluğunun yaradılması Ay için düşsün, mən tək zaten Şiə bəhsi deyil. Mən bax burada iki dənə faktor vardı. Biri nasyonalizmi İrani, nasyonalizmi ifrati İrani. ben İran'da bir tane nasyonalizm zadı olup bu İran'ın dahilinde düşmançılık salıbdı. Yani Fars'tan sonra İran ibarətdir bir dövlətdən, bir millətdən. O millət nə mənadır? Fars millətidir. Burada Kürt görsənmir. Burada Azərbaycan görsənmir. Burada Qəşqayı görsənmir. Burada Bəluç görsənmir. Burada Türkəmən görsənmir. Bir dövlət, bir millət. Deyir nə mənə? O nasyonalizmi ifrati İranı ki vardı. O ben günləri bizim modernize olmağımızın karşısındadır. Bizə nə qədər ben deyək, biz gedirik modernizmə tərəf, amma bu tərəfdə faşizm var da. Biz faşizmi təhdid edirik. Faşizm təhdid eləyəndə əmniyyət camiəni vurur behəm, camiədə bir dənə iltihab yaradır, bir-birimizin qabağına qoyur bizi. Kürdü Türk'ün qabağına, Türk'ü Fars'ın qabağına, Fars'ı hamısının qabağına koyur və o bizim tövsəmizin qarşısına alır. Əlbəttə bu haqda biz bir dənə veriliş qəhtən gərək aparaq, müstəqil və bu zatdan bəli, bəli. bizim tövsəmizin. Siz necə görürsünüz baxarkən buna? Vallahi Süleyman, mən bu Şiə məsələyə bəhsidir. Yəni burada həm nasyonalizm İrani dinçiliklə birləşib və İranda elə siz özünüz işarə buyurdunuz. Bax, nasyonalizm İranı 1304'lərdən bu tərəfə Rıza Şahdan bu tərəfə də dərədir. Şahdan bu tərəfə gecə-gündüz təbliğ olunub. İranı Bastan təbliğ olunub, filan Bəhman təbliğ olunub, filan Bəhman. 1357-də bu təbliğat, bu İran şəhri təbliğatının üzərinə Şiəlik də oturub. Ay sağ ol. Yəni Şiəlik də təbdil olub onun bir əbzarına. Yəni ona görə bu gəldi neynədir? Bütün bir sürü sərmayəsini Şiələr üzərinə qoydu. Afqanistanda qoydu,
Irak'da qoydu, Suriye'de qoydu, Amma gene də Lübnan'da getmədi ki. qoydu. Baxın, gene də aradan getmədi ki, o nasyonalizmi İranı, şiəçilik bahis Şey, ola, onu aradan Aydın, apara. Siz məsələn nasyonalizm. baxın, bir dənə sizə misal verim. Ağay Cavad Təbai əlbəttə bu istemarın zadıdır ha, siyasətidir bizə. Bəli, Siyasət istemardır. İstemar Amerika. Biz ki deyirik ki Amerika bəli. modernizm falan falan. Ama Amerikadan sifarişi Ağay Cevad Təbai gönderilir. Ve maraqlısı budur. Bunun maraqlısı budur. Millet bak aylın. Bu Cevad Təbainin kızı Pentagonda məsul ittilaat Pentagondur. Oranın təhlükəsizliyinin məsuludur. Pentagonun məsullarından biridir. Bu tərəfdə də atası gedir İrana, Rohani'den medal alır. Rohani medal Bəli. verir bunun zadına. Yani bak bir nasyonalizmi İranını getirir, şiəçiliklə birləşdirir. Tamam Ha, məraci doğru. təqlid. Baxın Ayətullah Bəyatdan tuttu, Ayətullah falan x hamısı bu öləndə bu müsəlman da öldü. Bu zad elədi, dedi ki mənim cənazəmi yandırasınız. İslamda bu yoxdur. Bu ateşpərəstlicə qaydırdı. Bu Bəli. fulana qaydırdı. Baxın siz görürsünüz bizim qabağımıza bir pədidə yaranır. O pədidə budur ki İrançılıq şiəçiliklə birləşir. Ha, sağ ol. Mən də onun niyyətim budur. İrançılıq imperatorluqdur. Həxamənişi döneminden bu tarafa. Arzusu tekrar. Bütün imparatorlukların Biz arzusu budur ki. azaltmazdan daysa biri de ne mənə oldu deyir. 2 rəkətdə Bəli. arttı. İndi bu da Bəli, bəli. Bak, mən də istedim ona işaret edeyim ki, bak, indi Putin'in arzusu budur ki, İttihad-ı Cemahiri Şurevinin mərziləri tekrar yaransın. Arzusu bu da imparatorluğudur. Qədim Rus imparatorluğuydu, sonra İttihad-ı Cemahiri Şurevi oldu. Amerika'nın da arzusu budur ki, Eyalat-ı Muttehide Amerika dünya iktisadına, dünya siyasetine hakim olsun. Bu da imparatorluk, imperiyadır. Düzdür, o imperiyadır, bu da imperiyadır. Ama bazı imperiyalar vardı ki, bunlar yıkılıpla tarixdə. Amma tarixdə izləri var bazı zihniyyətlərdə. Tək də bizdə yox. Türkiye'de, ay Süleyman, kamilen bir saniye, bizim teyfi bir roşen saniye. fikri ki varımızdı. İrançılık İşte, orada tufandı. ay Süleyman, bir saniye bak. Tek bizde yok. Türkiye'de Recep Tayyip Erdoğan'ın da ki Müslümandı, vaƙi bir Müslümandı, onun da zihninde Osmanlı İmparatorluğu'nun kudreti var. Yani Ay, ister var, Türkiye var. təbliğ olsun. Veli Ha, İran ben kadar diyeyim ki yani, değil. yok, hiç fark eləməz. İrandan da çoxdur bəlkə bəzi yerlərdə. Bax, ay Süleyman, bax, İranda siz dediğiniz o nasyonalizm ki, mütəəssifانه o nasyonalizmin çoxunun müsəbbibləri Türklərdir. İran Türkləridir. Seyid Cavad Təbatabai işarədir, o da Türkdür. Zaten Seyid Cavad Təbatabai Zihni deyib ait geçmə. o zihni Ve aleti desti istemardı. Biz Seyid Həsən Təğizadəni hindi mədrəki sənədləri çıxır. Ağay Təbai zaten burada Təbai orada da Seyid Həsən Təğizadə. Seyid Həsən ay Süleyman, Təğizadə bak, Səttarxanı çəkib ora aparan işte ağa birinci dərəcəli kim olub? Seyid Həsən Təğizadə indi əsnadları Dairətül Maarif İslamidə nəşr olunur. o çıxarla bilirsiniz, bunların hər sırada ki, hər yazıya da inanmaq da mümkün deyil. Bəzi yazılar, mən Faktlar çıxıb. ay Süleyman, Ağay Xüsusi o Təğizadənin arşivlər ki açılıb. Ağay Təğizadənin biləxərə bir sözü də ki, çox əhəmiyyəti var. O elə Saxtarla əvvəldən də müxalif idi. Onun məşhur bir sözü var. Dırnaqdan başın üstünə qədər hər şeyimiz dəyişməlidir. Yəni hər zadımız Qərbi dəyişməlidir ki, olmalıdır, bizi qərbi olmalıdır. qərbi olmalıdır.
Yani bu demek değil ki Atatürk de dedi Garp olmalı yok. Atatürk'ün de bütün mücessemelerinde Türkiye'de Garb'i işaret ediyor. Değil bizim alacağımız Ferhang Garb'den olmalıdır. Yani ben sizinle muhalefetim tek bir yerdedir ki İran'da nasyonalizmi tek faslar değil. Türkler de İran'da nasyonalizme köməklik O ediblər. həmin İran nasionalizmi nasyonalizminə. Farsa kömək eləyiblər. Bəli, Ay bəli, düşün. bəli. Hətta Yox, bax bəli, bir. bəli. Mən bir dənə, mən Türk Fars burada yoxdur. Burada Türk Bəli. Fars ehtimalən bir dənə Kürt də ola. Ehtimalən bir dənə Bəluç da ola. Bu tək Kürt Fars yoxdur. Bax bir məfkürə var. O məfkürə nə mənədir? Nasionalizm İran. Biz əzəmət Kuroşa qayıtmalıyıq. Ay sağ ol. O Düzdür. Kuroşa, Onu yəni istiyor. əvvəl deyirdilər buna Paniranism hindi deyirlər. Qabaq Ha, deyirdilər ki, olabilir. Bağıstan gərayı. Yəni biz Bəli, qədimə bəli. qayıtmaq. Biz qədimin o Düzdür. əzəmətin yenidən Bəli. bu bir dənə türk də ola bilər. Fərq Mirzə Fətəli Axundov siz deməksən zat. Mirzə Məlikumxan ermənidir. Nasionalizm Bəli. İranını təbliğ eləyir. Bəli, 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 bəli. Bunlar hamısı var. Bunlar İttifaqən odur. Bu söz bir dənə baxın bir. Bu istemarın gene də bunu qaydıram deyirəm. İstemarın projesidir. İstemar İngiliz, istemar Avropa ki bir dövlət, bir millət projesini cad elədilər. Dokobino gəlir, oturur Qacarın cadında. Dokobino faşizmin atasıdır. Hitler təhت təsiri Dokobino zad olubdur. O nasyonalizmi Almanı yaradıbdır. Və maraqlısı budur. Gəlirlər deyirlər ki, biz Nəcad-ı Ariyayıyıq. Nəcad-ı Ariyayı hara? Nəcad-ı Ariyayı zatlan nə məndə Almanla, hansı Almanla? Almanya Hitleri ilə. bəli. O bizim o hətta çəplərimiz də onun təsirinə düşürlər. Düzdür. Düzdür. Fakat bunların Yəni hamısı bir təbii ki, tərəfə. munadi ədalətdir. Təbii ki, munadi haqq təyini sərnivişdir. Onlar da bunun təsir aldı. Düstur Təğiyə Ərani kimi əzəmətli, ondan sonra savadlı, ziyalı adam nə olur? Bu nasyonalizmi İranı. O da inanır ki, bəli. Niyə? Almanda bu şəkli tapır. Almanda təkvin olur. Ben Süleyman bak nasyonalizm tek bir dil değil. Ay zat ay Seyçabat Tabatabai bir saniye icazə verin Millət mənə. Ay sazıdır, Seyçabat ay Tabatabai. düşdür. Millət sazıdır. Millet sazı 1305'ten başladı. Daha da Hamı 1399'dan başladı ve şikəst yedi. Çünkü ne bir millet Furuğu yarandı. gildən ki gəldi, Ben memarı hiç vakit furuğu. bir millet ne bir millet yarandı, ne bir tarih yarandı. Tarih İran'da Azerbaycanlıların, Türklerin ayrı tarihi var, Farsların ayrı tarihi var. Ama bu demek ki İran'da nasyonalizmi Farslar bərpa elədilər. Yox, Ay düşün, İran'da gene nasyonalizm. deyirəm. O deyirəm istemarın əvamili bunu düzəltdi. İstemarın əvamili Türk de var, Fars da var, Kürt de var, Bəlux da var. Hər Bəli. kim ola bilər. Dəqiqən, dəqiqən. Mən də istəmirəm ona işarə edeyim ki, bunlar hamısı Bizim bir burada tərəfə zadımız yoxdur. Nə mənadır? ixtilafımız yoxdur. İxtilafımız yoxdur. Mən deyirəm ki, istemarın projesidir. Siz də deyirsiniz istemarın. Siz deyirsiniz ki, Türklər çox nəqş oynayıb. Türklər üçün hökumətdə idi. Hökumətə yaxın idilər. Hökumət bunların əllərində idi. Ziyalı təbəqəsi, teyfi bizdən çox idi. Bəli, bəli. Bunlar da hamısı da çoxu yəni. Bu hani Ay Təğizadənin nişan misal vurduğunuz, Mirzə Fətəli Axundzadənin nişan vurduğunuz Talibovu filan Bəhman. Bunların çoxu Türk idilər, Azərbaycançıydilər, Azərbaycanda yetişmişdilər. Türk dilinə müsəllət idilər, Rus dilinə müsəllət idilər. Bunların çoxu hələ Təğizadə çox yaxşı İngilizcə bilirdi. Bunların hamısı dediğiniz kimi İran nasyonalizminin nəfinə işləyiblər. Amma bu istemarın bir
nəticə istəydim. Mən orada biraz sizinlə fasilə alıram. Çünki istismar, İngilis istismarının məşhur bir sözü var. Böl, yönət. Tək ingilisdir. Tək ingilisdir. İndi burada Rusun da nəqşi var. Mirzə Məlikov zat özü nə mənədir? Mirzə Fətəli Axundov məktəb Rusda böyüyən adam idi. Məktəb Rusda böyüyən adam deyil, heç Və ona deyəcəm onlara yox. bağlı adam idi. Onlar bilirəm, onlar gəlib də qalxıb da bir dənə nasionalizm, yəni İran nasionalizminin inkişaf etməsi ilə məncə istismarın bir rabitəsi yoxdur. Hətta istismar heç bir Çün nasionalizm Avropada baxın, ay düşdür. O bəstərsazi fərhəngi eləyirlər. Edvard Bran, ondan sonra nəm kim gəlib burada zatı yazırdılar ha. General Percy Sayık, Beraderan Şerli, ondan falan bu Edvard Brown, ondan sonra nəm kim, hamısı bunlar. Bunlar bir müftə tarix yazmışdılar ki, bunlar gəlib o proje sazini əncam verirdilər və Rza Şah qudrət siyasi o zad idi, təfəkkür idi ki, gəlirdi qudrət siyasını aldı əlinə və Furughi onun icraçısıydı o projenin. Heç sizlə burada ixtilafım yoxdur mənim. Mənim tək ixtilafım sizlə budur ki, emperyalizm, istismar bir məmləkəti, yəni mesela imperatorluğa dönüşməsinin qabağını alar. Qoymaz ki, bir məmləkət nasionalizmi oğa gəlişsin ki, Bilirsiniz niyə? onun qarşısında Bilirsiniz niyə? Bilirsiniz niyə biz zad eləyirdi? İranda bir dənə, Rza Şah əvvəl gələndə işə nə ayırırdı? O İranda o millətləri sərkub elədi. Əvvəlki ilanı, Təbrizin Mirzə Koçuşxanı, Təbrizdə Şeyx Muhammed Xiyabanini, ondan sonra Şeyx Qəzəli, ondan sonra Bidadı Şahdı nə mənədir Bəluçistanda, ondan sonra Qəşqailəri, ondan sonra nə iş görürlər? Diqqət ediyor. Əsli dördü teromen bilirsiniz nə mənədir? Əsli dördü teromen bundan ibarətdir ki, xordi fərhəng, bax ha, diqqət elə, xordi fərhəng büdcə verir Amerika, o zat nə mənədir? Mədarisi əşairiləri yekəldirlər. Nə üçün? Xordi fərhəngləri aradan apararlar. Həmin projəni zatda da Pakistanda da yerdirlər qabağa. Əsli dördü teromen büdcə verir amuzuşu pərvərişə, xordi fərhəngləri aradan aparsınlar. Bu nə mənədir? Projeye yeksansazı, projeye bir millət, bir dövlət projesini qabağa aparır. Mən elə görmürəm. Mən ayrı görürəm. Zaten nə mənədir? Əsli dördü teromen ürəyi yanıdır bizə pıl verə, milləti basavad eləyə. Yox, ay Süleymanə, əsli dördü teromen Cəngi Cahaniyyət doğumundan sonra başlayır. Başlayırdı da. Və 1334-lərdə başlayır. Və hədəfi də bu idi ki, bu əslində bilirsiniz ki, İran biləxərə qədimi bir məmləkətdir. Bu əsli teromenlə İranın iqtisadında, fərhəngində İqtisada əslən bu iqtisad, onun keçinə şərhinə baxçınan. Onun şərhinə baxçınan. Ay düşdü. Yazıbdır ki, xordi fərhəngi ki, camiələrdə var, mani tərəqqi və pişrəft camiənin qarşısını alır, onun o aradan aparsın. Bax, əvvələn ki, bəlli bir məqtədə bəlkə də bu qeyri-vaqi deyil. Çünki İranda bir dənə bazar fəragir yaranması üçün bu xordi fərhəngilərin, xordi fərhəngi yəni türkü, farsi, kürdü, ərəbi. Əzizim mən, bir dəqiqə dur, türkü xordi fərhəng deyil ki. Türkü bir dildir.
Qüdrəti də Onların var. tələqqisi o cür idi. Əlan da indi Onların, deyirlər ki, onların tələqqisi nə ola bilər? Olsun, onlar özləri bilərlər. Amma vaqiət budur ki, İranda bir dənə bazar fəragir yaranması üçün o sistemi feodalite yıkılmalıydı. Nizam-ı əşirəti sakin olmayınca camiədə bir dənə bazar fəragir yaranmazdı. O ağay Əhməd Beygidir də şeydə əşirələrin Bəhmən Beyki, Bəhmən mədrəsələr Beyki. Bəhmən Beygi. Mən Onun o onu yaxından mədrəsə görmüşdüm. mədrəsələrin açılması o Yığanda da əşairləri gəldilər, təşkil bəli verdilər. Bəli. əşairləri çox da neynədi? Basavad elədi və məktəblər açıldı. Əlan elə ittifaqən indi Qəşqailər deyirlər ki, bizim asimilə olmağımızın baisi Ağay Bəhmən Beykidir. Ki ona nifrət Ay edir. Süleyman, ay Süleyman, məncə asimilə olmaq faslaşmaq demək deyil. Onun bəlkə niyyəti belə ola bilər, amma biz bərnaməni türkçə aparırıq. Biz farsı dilini bilmirik deyil. Amma bərnaməmizi türkçə Biz aparırıq. millətimiz üçün Bə- bərnamə yapırıq. Niyə? Niyə məsələn, hətta bizi eşidənlər də farsça Ay düşdü bilirlər. Amma bərnaməmiz üçün. başqa dolanım yox. Bu məsələni çox diqqət, həssas da özü dedi o kimi. Buna bir dənə bərnamə qoymalıyıq. Vaqiət budur ki, mən bir şey istədim işarə edeyim. Sonra biraz ayrı gözlə baxdınız. İranda hiss nasyonalisti qüvvətlidir. Dəlili də budur ki, bir dənə imperatorluğun bazmandəsidir. Bir imperatorluq mirasçısıdır. Tərəf bir dənə imperatorluq mirasçısı olduğu için özünü bərtər görə bilər. Bərtər deyil, amma görə bilər. Və onu əgər sən nəvaziş eləsin, o bərtəri tələbini çox yüksələr. Bax, İranlı Əfqanistanlı ilə eyni dilə sahibdir, amma özünü Əfqanistanlıdan yuxarı görür. İranlı ərəblər neçə il İrana hakimiyyət ediblər, ərəblərdən o nasyonalist İranlılar nifrət edər. Niyə? Çünki özlərini o mirasdar bir imperatorluq görürlər. Bunun üstünə 1357-də Şiəlik də icafə oldu. Onda xətərnak oldu. Yəni qabaqca bu fəqət maddi məsələ idi, ehsası məsələ idi. İndi mənəvi məsələ də onun üstünə səvar oldu. Bu mənəvi məsələ nə oldu, səvar oldu? Şiəlik səvar oldu. Və İran özünü itirməyə başladı. Milyarlar pul qoydu. Həşr Şəbiyə qoydu, Hezbollah Lübnana qoydu. Bunlar hamısı da bərbad oldu, getdi, İsa'd İran'a vermədilər. Ay, arkeologlar indi zad eləyir. Deyirlər ki, əslən Kuruş adında bir adam olmayıbdı. O Aryayı ki bizi Aryayı yazıbdılar ha. O Aryayı ki gəlir bizi zada nə mənədir Almana bağlayır. Deyirlər əslən cəfəngiyatdır bu. Əslən genetiki baxımından da deyil. Biz onlara yaxın deyilik. Əslində biz həmşəhrimiz var da, öz həmşəhrimiz danışqahı. Yəni İngilistan danışqalarını istəyirəm bunu deyəm ki, bunlar niyə bu nasyonalizm? Bəli, sən dediyin məsələ vardı. Yəni Kuruşu bir əvvəl böyüdüblər. Ondan sonra böyüdürlər, deyirlər ki, oy, belədir, belə olub, filan olub. Aha, gəlib baxırıq, indi arkeologlar deyir ki, biz Kuruşdan bir dənə bir şey tapa bilmirik. Bir dənə zatı üstüvanədir. O üstüvanədə deyirlər ki, o əslən onun üstündə yazılan şey deyir o zatı. Səddərsən zat eləyiblər, əvəz eləyiblər. Tarixə bütün şək və tərdidlə baxmalısan. Tarix şək və tərdidlə baxırlar. Bəzilərin iddiası bu desən Peyğəmbər deyə bir şey yox idi. İsa Məsih deyə bir şey yox idi. Musa ki əslən yox idi. Ələn indi arkeologlar onu da sorğaltına aparırlar. Mən məzud deyirəm, yəni odur ki, bunlar usturə sazı deyərik da, buna usturələr düzəldirlər. Rüstəm vardı, nə bir şahnamə. Amma Rüstəm də qeyrildi, Şahnamə də qeyrildi, tarix yerinə də geçdi.
Firdevsi onu tarix yerine qabağa apardı. Məncə Ay belə düşdür, şeylər cənbəndə elə olar. bir Başa. tutaraq. Cəmbəndə budur ki, bu çox həssas bir hadisədir. Mənim yenə sözüm bu idi ki, 1357-də o nasionalizmin üstünə Bu, bir də bunda şiəlik da cəm nəzərimiz oldu. bir də ay düşdür. Bəli, o şiəlik də bais oldu ki, İranda olan mövcud sərmayənin çoxu getdi ayrı yerlərə və İran o bayaq bir sual elədi. Dedi ki, ay İranda bu zərfiyyət vardı ki, İran rüşd iqtisadləşsin. Bəli, var. Həm pul var ki, əlbəttə azdır, sərmayə gəlməlidir. Amma İki milyon müdiriyyət insanı istəyir, var. müdiriyyət. Müdiriyyət də belə ola bilər ki, gərək təqsimi qüdrət ola. Təqsimi qüdrət o Təqsimi sirvət. qüdrət. Təqsimi qüdrət olsa, yəni Azərbaycan özü bir dövlət ola. Dövlət dediyimdə həmən zədləmir, yəni təcziyə ola. Xeyr. Elə ayı pişəvərinin Yəni hədəfi təcziyə deyil. hər kəs öz yerində Hər işləyir. Hər məntəqənin kim öz özünün yerində, öz bəli. bəstərində olar. Yəni Çünki bax iqtisad bir, müqayisə Tövsiyə Amerikanı nədə zad eləyirlər? Deyirlər ki, qüvvə-i qəzayiyyə müstəqil, mücriyə müstəqil, müqənnənə müstəqil. Yəni qanunquzar zadın işinə hamısı müstəqil qatışmır. olmalıdır. Mücriyyənin, icraî işlər aparan, icraiyyə qəzaiyənin. Qəzaiyyə gəlir zada Trumpa hökmü cəlb sadir edir. Zindan verir, bəli, qüdrəti Zindan var. verir. Bu, Bəli. bu Mən soruşdum ki, siz ondan sonra bir şeyi Alman dediniz. Dedim, Almanın dəlili pişrəftinin birinin budur ki, federal sistemdir. Almanı federaldır. elə o dediniz də, o Federaldır. qudrət təqsim olunur. Təqsim olunur. Qudrət təqsim olsa, yollar açılar. Yollar açılsa inkişaf edər. Demokrasiya da İnkişaf olan yolda yol olar. Yəni təbiidir, təbiidir, hər kim təbiidir. eləyə bilər, məsələn, Bəli, qüvvələri özəl nəqd məsələlər. edər, deyər ki, Dəqiqən. sən bu səhvin var. Dəqiqən, dəqiqən qardaş, dəqiqən. Çox sağ olun, gözəl Siz də nəticə sağ olun. idi. Həqiqətən Bəli, sağ bu olun. axırdakı sözü çox yaxşı idi, əziz Hı. hörmətli izləyənlər. Çox sağ olun. Ay düşdür. Sizdən də çox gözəl Bağışlayıram bir canım. axırları çox Sağ gözəl olun. bir nöqtəyə gəldik ki, çatdıq ki, həqiqətən çox yaxşı idi və bunun üstündə məcburuq çox dayanaq. Bu bərnamə qoya bilirik, bəli. Qətən bir Təşəkkür proqram. ederim. Gələn proqramımıza hətmən dostlar, Bəli, bizim bəli. proqramımız Radio Haraydan da gedəcək. Radio Harayı da izləyin. Onun frekanslarını da deyəcəyəm. İnşallah gələn proqramla elə Radio Harayla birgə proqramımızı aparacağıq və umud edirəm ki, onu da izləməyi unutmayın. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər Allah'a